D vitamini qəbul edənlər bu videoya baxsınlar. Hansı D vitamini daha sərfəlidir, onu sizə göstərəcəm. Bax, bu mənim əlimdəki bir qutu Multizan D3'dür. İçərisində 30 tablet var, 10.000 vahidlik. Bir də yağ formasında olan bir flakon D vitamini var. Bax, bunun biri 10-12 manatdır. Hətta daha baha olan da var. Sizə həkim bunu 8 həftə, yəni ciddi defisitdə 30-dan aşağıdırsa, ciddi defisitdə 8 dənə tövsiyə eləyir. 8 dənə flakon 12 manatdan 100 manata yaxın bir məbləğ eləyir. Üstəlik bundan sonra da siz, yəni 8 həftədən sonra profilaktik olaraq da D vitamini qəbul etməlisiniz. Multizan D3'ün 10.000 vahidi isə, deməli həftədə bir dəfə atırsınız siz bunu. 30 həftə deməkdir, yəni 7 ay deməkdir. Oktyabr ayından aprelə qədər bəs eləyəcək həftədə bir dəfə profilaktik olaraq atmaqda. Yəni sizin ciddi D vitamini defisitiniz yoxdursa, D vitamininizi normalda saxlayacaq soyuq aylarda, günəş olmayan aylarda və üstəlik qiyməti də bax bu flakondakılardan təkcə 8 həftəlik müalicəsindən 3 dəfə ucuz olacaq. Çünki 33 manatdır və sizi 7 ay görəcək. İngiltərə istehsalıdır, ona görə keyfiyyətinə əmin ola bilərsiniz. Bayaq da dediyim kimi yağ formasında olan D vitaminini içəndə biraz adam rahatsızlıq hiss eləyir və yaxud da bunu nəyəsə qatıb içməlisiniz. Bunu isə rahat üzərinizdə gəzdirə bilərsiniz. Həftədə bir dəfə ata bilərsiniz. Amma sizdə ciddi defisit varsa, yoxladmışsınızsa, 30 vahiddən aşağıdırsa, onda həftədə 2 dənə, 3 dənəsini də ata bilərsiniz. Eyni zamanda Multizan D3'ün 50.000 vahidi də var. Onu da həkim məsləhəti ilə 8 həftə qəbul edə bilərsiniz.